Bəlkə də hər şey dağlardan başlar. Günəşin ilk işığından, meşələrin nəfəsindən, çayların axarından, əsrlər boyu yazılan hekayələrdən. Bəlkə də hər şey bu torpağın yaddaşında yaşayır. Daşlarda, bir xalqın ruhunu daşıyan naxışlarda. Burada hər ilmənin bir rəngi, bir mənası var. Hər kitabda bir ömür. Burada tarix özü danışır. Vərəqlədiyiniz hər səhifə ilə, tarın səsi ilə, insanların xoşbəxt simaları ilə, rəssamın fırçası ilə, dərin mənalı sənət əsəri ilə, baxdığınız hər kadrla, rəqslə, musiqi ilə, təbiətin özü illərin hekayəsini danışır və insanları bir araya gətirən məhz bu hekayədir. Qəbələ Fest.